Salam dostlar, bugün iPhone'larda iPhone 10.1.1 iOS sistemində necə jailbreak edə bilərik onu göstərəcəm. iPhone 10, iOS 10 daha doğrusu, iOS 10 və iOS 10.2'ye qədər olan jailbreak necə yükləmək lazımdır onu göstərəcəm. Bunun üçün ən birinci telefonumuzda, iPhone'umuzda iCloud'dan çıxış etmək, iPhone'umu buradan çıxış etmək, telefon heç bir parolda olmalı deyil, telefon açıq olmalıdır, telefonda parol olmalı deyil və yaxud barmaq izi olmalıdır, telefon açıq olmalıdır. Mən yükləmişəm hal-hazırda telefonumdadır, yenə də necə eləyirlər onu göstərəcəm sizə. Telefonumuzu USB şnurundan kompüterə bağlayırıq. Gördüğünüz kimi səs gəldi, bağlandı. Gözləyirik. iTunes açıldı. İptal edirik. Gözləyək. Sonra biz Impactor proqramını açırıq. Impactor exe daxil oluruq. Bunu telefonlardan, iPhone'lardan 5S, 6, 6S, 7, 7S, 7 Plus, 6 Plus'larda etmək mümkündür. 16 GB da ola bilər. Mən də 16 GB yükləmişəm. iPhone 5'lərdə yoxlamamışam. Yəni bu proqramı yaradan yoxlamayın hətta deyib iPhone 5'lərdən. Amma indi bilmirəm. İstəyirsiniz risk edin, amma eləməsəniz daha məntiqə uyğundur. Sonra Impactor CD açıldı. Yalı proqramın bu pis yazılan yerə sürüşdürüb atırıq. Sonra bizdən iCloud'umuzu istəyir. iCloud'umuzu daxil edirik. Okey. Bizdən sonra parol istəyir. Parolu mən artıq parolu yazsam yenidən CD proqramı yüklənəcək telefonuma. Onun üçün yazmıram. Siz parolunuzu yazıb okey düyməsini basın. Bu qədər asan CD proqramı yükləmək hələ olmamışdır. İndi keçirik telefonumuza. Telefonumuzda necə gələr və nə etməliyik onu göstərəcəm sizlərə. Telefonumuza ən birinci Yalu proqramı gəlir. Yalu 102. Amma daxil olmuruq Yalu 102'yə. Menyuya daxil oluruq, ayarlara daxil oluruq, genələ daxil oluruq. Burada genəldə aygıt yöntəmi var, daxil oluruq. Burada iCloud'umuzu yeni yazdığımız üçün burada belə bir şey gələcək. iCloud'umuza daxil oluruq. Burada yazılıb ki, indi mən silə bilmərəm bunu. Burada yazılır ki, hesaba güvən. Güvən basırıq. Güvənəndən sonra artıq geri qaydırıq. Gəlib daxil oluruq bu Yalı proqramına. Yalı proqramına daxil olan kimi göstərim. İndi göstərmir bu jailbreak'e qoşulmuşam mən. Burada Go yazılır və siz Go'nun üstünə basın. Go'nun üstünə basandan sonra telefon sönəcək və sönən 1-2 dəqiqədən sonra telefon yenidən açılacaq. Yəni sönən kimi biraz gözləyəndən sonra telefon açılacaq. Telefon açılandan sonra Yalı proqramının yanında CD proqramı yüklənəcək. Mən göstərim də sizə. Mənim telefonum iOS-u 10.1.1'dir. 5S'dir.
Cydia proqramı yüklənir. Cydia proqramına sonra daxil olursunuz. Daxil olanda da sizi bax belə bir Cydia proqramı menyusu görsənir. Buradan proqramları axtarıb seçə bilərsiniz, nə axtarırsınızsa. Bu jailbreak yükləyən ən birinci Speedmaster proqramını axtarır. Mən kanalımda axtarım, tapım, tapmışım. Buradan quraşdırırsan. İndi Speedmaster heç bir şey yaramır. Yəni heç bir şey eləmək olmur Speedmaster'la. Sonra siz buradan Cydia proqramından Instagram Plus yükləyə bilərsiniz. Instagram Plus. Gördüyünüz kimi buradan yükləyə bilərsiniz. Keçən videoda da göstərmişəm Instagram Plus'u necə yükləmək var. O daha da yaxşıdır. Bu da yaxşıdır. Bunu yükləməmişəm. Bunu bilmirəm mən. Necə deyirlər, amma sizə keçən videoda göstərdiyim Instagram'da oldu mənim telefonumda. Burada sizə bəzi şeyləri göstərmişdim. Nə qədər istəsən profil aça bilərsən. Bir Instagram'da 10 dənə, 15 dənə profil idarə edə bilərsən. Ha, 7 profil ola bilər. 7 profil var. Və buradan siz Instagram Plus'u Tutu Helper'dən də yükləyə bilərsiniz, amma o daha effektli deyil. Məndən bu qədər dostlar, sizə uğurlar. Mən deyən kimi yükləsəz, hər şey alınacaq. Nəsə alınmasa, kommentariyada yaza bilərsiniz, yorum ata bilərsiniz ki, məndə bu düzgün alınmadı. Mən sizə əlimdən gəldiyi qədər kömək edəcəm. Sağ olun dostlar.